MHM testinin izahına baxırıq. Almaniya, SSR, Türkiyə müasir dövrdə. Birinci suala baxırıq. Mustafa Kemal, İsmət İnönü. İkinci Dünya müharibəsi illərində Türkiyə Cumhuriyyətinin prezidenti olmuşdu. İsmət İnönü 1. Siyasi iqtisad sadə hesata keçirmişdi. Oxşar 2. Yurtda sülh, cihanda sülh şüarının müəllifidir. Mustafa Kemal 3. Türkiyə NATO üzv ölkə seçildi. 52 heç birinin dövrü. Kipr böhranı heç birinin dövrü. Konstitusiya Mustafa Kemal 7. C variantı. Müvafiq olaraq 20-ci əsrin 50-ci illərində iqtisadi möcüzə yaşayan möcüzə Almaniya, yeni konstitusiya qəbul edən Fransa, yeni siyasi partiya Türkiyə 5, 3, 4. Səbəb nəticə əlaqəsində uyğunsuzluğu müəyyən edin. SSR-nin Türkiyəyə ərazi iddialarının olması, Türkiyə Cumhuriyyətinin 20-ci əsrin ikinci yarısında NATO-ya daxil olması düzdür. 20-ci əsrin 40-cı illərində torpaq haqqında qanun qəbul edildi, dövlət torpaqlarının bir hissəsi kəndlərə verildi, düzdür. 20-ci əsrin 50-ci illərində Demokrat Partiyası seçkilərdə qalib gəldi, qapalı və proteksionist iqtisadi siyasətdən imtina olundu, düzdür. 19-cu əsrdə İngilislərin icarəyə götürdüyü adalara türklərə qarşı soyqırım törədildi. Kiprin cənubunda türk dövləti, cənubunda yox, şimalında. D variantı. Ölkənin vacib məsələsi iqtisadiyyatı da deyən Türkiyə rəhbəri haqqında verilən düzgün fikri müəyyən edin. Qabaqsız hərbi texnologiyaların sürətli inkişafı, yerli avtomobil, bu Erdoğandır. Türkiyə Kipr adasına qoşun çıxartdı, Bülent Ecevit. 60-cı illərdə qəbul edilən konstitusiyaya görə icra hakimiyyətinin səlahiyyətləri məhdudlaşdırdı. Bizə lazım Turgut Özal da bilirik. 60-cı illərdə yoxdur Turgut Özal. Bu rəhbərin hakimiyyət illərində Truman doktrinası və Marshall planı əsasən ABŞ-dan Türkiyə yardım İsmət İnönü. Bu rəhbər hakimiyyət illərində xarici sərmayənin ölkəyə daxil olmasına imkan verməklə işsizliyin azaldılmasına çalışmışdı, düzdür, Y variantı. Məntiqi uyğunsuzluğu müəyyən edin. 20-ci əsrin ikinci yarısında hakimiyyətə gəldikdən sonra şəxsiyyətə pərəstiş pisləndi. Demək, bizə Xruşovdan söhbət gedir. Məhz bu rəhbərin dövrü SSR-də durğunluq Brejnev. Kənd təsərrüfatının inkişaf etdirilməsi yolunda xam torpaqların hesabına əkin sayının artırılması və kənd təsərrüfatının dirçəldilməsi nəzərdə tutulurdu. Bəli, bu düşür. Xruşovun dövrünün hamısına baxaq. Almaniyanın iki yerə bölünməsində fəal iştirak etmişdi. Xeyr. Ölkədə iqtisadi və siyasi böhrandan çıxmaq üçün yenidən qurmaq Qarbaçov, SSR qoşunları Qarbaçov. Stalin Qarbaçov. İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə bağlanan sülh müqaviləsini imzalamaqdan imtina etmişdi Stalin. A. Ermənistan SSR-dən yaşayan Azərbaycanlara qarşı deportasiya 48-53 birinci deportasiya, 88-91 ikinci deportasiya. Demək, bu hər üçün oxşar cəhətdir. B. ABŞ ilə növbəti ideoloji müharibəyə başladı, yəni soyuq müharibə. C. ABŞ səfərdən ilk SSR rəhbəridir, bu Xruşovdur, heç bir deyil. SSR-in yeni konstitusiyası 24-36 Stalin Y. Deməli A, C, Y. Sonra Çernobıl atom elektrik stansiyasında reaktorlar məhsuldarlığı, yəni Çernobıl faciəsi Qarbaçov F. B variantı. Düzgün fikri müəyyən edin. Rusiya Federasiyası da SSR kimi bazar iqtisadiyyatından bir dəfəlik imtina etməyib. Xeyr. Rusiya Federasiyasının ikinci prezidenti olan bu şəxsin rəhbərliyi illərində ölkə qərb sərhədlərində hərbi əməliyyatlar həyata keçirmişdi. Söhbət Putinə gedib, Putin də eləyiblər əməliyyatlar, düzdür. Hamısına baxaq. Keçmiş SSR-yə daxil olan bütün ölkələrin iştirakı və üzvlüyü ilə 20-ci əsrin 90-cı illərində MDB-yə Baltik ölkələrə qoşulmamışdı, səhvdir. Çeçenistan aparılan müharibə SSR tarixində SSR Rusiya. Rusiya Federasiyası ABŞ-nin Afqanistandan müdaxiləsinin nəticəsində Afqanistandan çıxdı və soyuq müharibə yox, 91-də bitti. Arıcılığı məcnun Daşkənd müqaviləsi 92. Krım prezidenti Yuri Meşkov Rusiyaya birləşmək üçün müraciət etdi 94. Rusiya Federasiyası Krımı ilhaq etdi 2014. İkinci Çeçen müharibəsi başladı 99. Deməlicə düzəcəyik. 1, 2, 4, 3. Birinci Dünya müharibəsi nəticəsində ərazi bütövlüyünü saxlayan bu dövlət, İkinci Dünya müharibəsindən sonra ərazi 4 işğal zonasına bölündü. Söhbət Almaniyadan gedir. İndi bu dövlətlərin doğru fikirlər müəyyən edək. Potsdam konferansının qərarına əsasən Berlinə BMT daxilində xüsusi status BMT yox idi. 50-ci illər ADR üçün iqtisadi ADR yox, AFR üçün möcüzələr dövrüdür. Willy Brandt özünün şərq siyasətində İkinci Dünya müharibəsinin nəticəsində dəyişən Şərqi Avropa dövlətlərinin yeni sədrlər tanıdı, düzdür. AFR NATO-nun üzvlüyünə qəbul olundu və Avropa iqtisadi bir yaranmasında iştirak etdi, düzdür. ADR və AFR kimi Marshall planı, ADR-də AFR kimi Marshall doktrinası ilə ABŞ-dan iqtisadi yardım aldı, xeyr, ancaq AFR almışdı. C ilə D, B variantı. Hansı hadisənin yerini dəyişsək ardıcılıq düzgün alınır. Konrad Adenauer vəfat etdi 63. Berlin divarı 61. AFR ilk kansleri 49.
Boris Yeltsin 99. 5 günlük müharibə 2008. Deməli necə düşəcək? Bir nə üçün yeniləşmək artıq düzgün aldı. Səbəb nəticə əlaqəsinin düzgün verildiyi bəndi müəyyən edilir. Qarbaçovun aşkarlıq, xüsusiyyətləndirmə və yenidən qurma siyasətini irəli sürməsi SSR-də iqtisadi və siyasi sabitlik təmin olundu. Əksinə təmin olmadı, səhvdir. Daşkənd müqaviləsinin imzalanması Rusiya nüvə silahına nəzarət hüququnu itirdi, xeyr, özəlində saxlamışdı. Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Rəhbət Ədalət İnkişaf Partiyası Türkiyə Cümhuriyyəti NATO fəaliyyətləşdirməsi xeyr məhdudlaşdırmadı. Sonra 20-ci əsrin 2-ci 10 illiyində Ukraynada hakimiyyət dəyişikliyi baş verməsi Rusiya Federasiyası böyüklüyünə görə 2-ci Şərqi Slaven ölkəsində gələcəkdə Avropa İttifaqının yanında yer almasını tehdit etməyə başladı. Bəli, ona görə 14-cü Krım İlhaqı 2014 D variantı. Düzgün məntiqi ardıcılığı müəyyən edilir. 2008-ci ildə 5 günlük Rusiya-Gürcüstan müharibəsi, bəli. Gürcüstanın suveren ərazisinin 20%-ində məhrum oldu, düzdür. İndi baxaq ardıcılığına. İndi bizə lazımdır 2080 sonrası hadisə olsun. Trump tərəfindən Rusiya Federasiyasına qarşı sanksiya, bu Joe Biden idi. Rusiya ilə Gürcüstan arasında münaqişə Xarkov sazişi imzalanması. Xarkov sazişi bununla bağlı bir saziş deyil. Rusiya-Gürcüstan münasibətlərində gərginlik davam etməkdə, bəli, hələ davam edir, düzdür. Sonra ardıcılığı müəyyən edin 2010, 90, bu hamısını yazıb ki özü. Bir düzeylə əziyyət çəkməyək 94, 2010, deməli 3, 2, 1, 4 A variantı. Kiyev rəhbərliyinin heç bir ölkənin Ukraynaya qarşı güc tətbiq etməyəcəyi, eyni zamanda ölkənin suverenliyinə və mövzu sərhədlərinə hörmətlə yanaşacağına dair təminat verildiyi Budapeşt protokolu imzalayan dövlətə təbii Rusiya, İngiltərə, bir də ABŞ idi. Rusiya, İngiltərə, ABŞ. Deməli, Rusiya buradan 5. İngiltərə yəqin ki, burada neçənci rəqəmdir görürsəm? 2 yoxdur. 2 ilə. Bu da 6-dır. 5 burada Almaniyadır. 2 ilə 6. Gürcüstan və Ukrayna tarixinə aid oxşar xüsusiyyətlər müəyyən edilir. MDB yarananda hər ikisi eyni vaxtda, xeyr, MDB yarananda 1-ci Gürcüstan qoşulmamışdı. Hər ikisi də Rusiya müharibəsinin seçənlərə yardım göndərmişdi, xeyr. Hər ikisi də 21-ci əsr Rusiya Federasiyasının hərbi müdaxiləsinə məruz qalmışdı, bəli. Hər ikisi Azərbaycanda daxil olduğu iqtisadi təşkilat üzvü, bəli, güyamın üzvüdür, 3 ilə 4. Hər ikisi 1-ci Qarabağ müharibəsində Azərbaycanın hərbi yardım yoxdur. Güyam təşkilatının üzvü olan ölkələr Güyam, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Deməli, Rusiyanı çıxırıq buradan, buradan Belarusiyanı çıxırıq, Moldova 3, buradan Gürcüstan 6, 3, 6, 5 haradır bəs? Burada Moldovadır 5. Ardıcılığı müəyyən edin. SSR-də ilk pasport 32, Almaniya birləşdirilməsi 90, hərbi çevrilişin başlaması 60, enozi siyasəti 74. Düzək qoşaq 1, 3, 4, 2 A variantı. Rusiya və ABŞ-ın təzyiqlə 20-90-cı illərdə Budapeştdə nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulan dövlətlər Ukrayna, Qazaxıstan. Buradan Qazaxıstan buradır. Burada Ukrayna haribəsi. Burada Ukrayna. Amma rəqəmlər görsəmir belə 4 ilə 5-i buradan çıxardaq. 5, 5, 5, 4 olacaq 1 ilə 3. İkinci Dünya müharibəsindən sonra iqtisadi möcüzənin yaşandığı ölkələr Almaniya və Türkiyə. 5 Türkiyə, 2 Almaniya. Amma xəritədə səhv verilib əslində. Burada Avstriya Macaristan parçalanıb artıq. Almaniya nə gəzir? Almaniya və İkinci Dünya müharibəsindən sonra parçalanıb bax Almaniya. Almaniya yox, Avstriya Macaristan. Ardıcılığı müəyyən edin. Ukrayna və Qazaxıstan nüvə silahının olan iddialarından əl çəkməsi 94. Ukrayna və Belarusiya ərazilərində nüvə silahının Rusiya aparmasına razılıq verməsi 92 Daşkənd. Krımdakı Qara Dəniz donanması haqqında Putinin doktrinlə təsdiq etməsi 2001, Xarkov sazişi 2010. 2, 1, 3, 4 A variantı. 1960-cı il Türkiyədə hərbi çevrilişə aid deyil, məhkəmə və mətbuat azadlıq verildi. Hakimiyyətin ilk dəfə qanunverici məhkəmə bölündü. İcraedici hakimiyyət məhdudlaşdırıldı, düzdür. Konstitusiya məhkəməsi yaradıldı, düzdür. 24-cü konstitusiya saxlanıldı, xeyr, səhvdir. Türkiyənin NATO-ya üzv olmasına şərait yaratdı, təbii ki, Koreya müharibəsi, amma baxaq. Yaponiya və Almaniya müharibə etməsi, xeyr. Almaniya bölüşməsində iştirak etdi, xeyr. ABŞ-ın SSR-yə qarşı Türkiyədə hərbi bazı ehtiyac üçün, bəli, ona görə icazə vermişdi. Türkiyə Koreya müharibəsində iştirak edir. ABŞ-ın da hərbi bazı ehtiyacı var deyə Türkiyə NATO-ya daxil oldu. Uyğunluq gözlənilmişdir. 24-də baxaq, 23-ə. 1974-cü ildə Kipr adası 2 hissəyə bölündü. Düzdür. Ölkənin vacib məsələsi iqtisadiyyatıdır. Erdoğan, xeyr, nədir adı? Turgut Özal. 61-ci ildə Türkiyədə hakimiyyət bölgüsü zəiflədildi. Hakimiyyət bölgüsü zəiflədildi, xeyr, gücləndirildi. 20-ci əsrin 60-cı illərində Türkiyədə iqtisadiyyata
dövlət nəzarəti gücləndirildi. 60-cı illərində, bəli, bu da düzdür. Onda 2 dənə düz oldu axı. Həm belə vardı, həm belə vardı. Yəni, həm gücləndirilmişdi, qarşı iqtisadiyyatı idi. 80-ci ildə hərbi çevrilmə nəticəsində Türkiyədə fövqəladə vəziyyət xeyri ləğv olunmuşdur. 80-ci il ləğv olunub. Uyğunluq gözlənilmişdir. Vladimir Putin ilə 99-cu ildə Ukrayna arasında dostluq müqaviləsi imzalandı. Putin 2000-ci ildə gəlib. Daşkənd müqaviləsi ilə SSR yox, Rusiya bölüşdürdü. Çeçenistanın SSR-in tərkibindən çıxması mərkəzi hakimiyyətə qarşı qiyam kimi SSR-in yox, Rusiyanın. 92-ci ildə Rusiya nüvə silahlarını nəzarət əlindən saxladı, bəli, Daşkənd müqaviləsi. Almaniyada ardıcıllıq düzün, iqtisadi möcüzənin baş verməsi 50, qərb dövlətlərinin Almaniya işğal zonasına son qoyulması. Yəni, bu elə Adenar gələn kimidir. Şərqi Berlindən Sovet qoşunlarının çıxarılması. Şərqi Berlindən Sovet qoşunlarının çıxarılması, yəni 89. SSR-nin qərbi Berlin, bu da 40-cı illər. Deməli, 4, 2, 1, 3. Almaniya rəhbəri Willy Brandtın fəaliyyəti dövrünə aid deyil. ADR ilə dövlətlər arası münasibətlərin qurulması düzdür. Şərq siyasətindən elan edərək SSR ilə gizli danışıqlara başladı. Yerlərini dəyişik yazıb. Çox ağıllı bir test. SSR ilə danışıqlara başladı, sonra şərq siyasətindən elan eləmişdi. ABŞ, İngiltərə və SSR Fransanın iştirakı ilə Almaniyanın birləşdirilməsi ilə bağlı görüşün keçirilməsi Moskva. Moskva burada neçədir? Daha rahat görsənmir. 4-ə bənzəyir. Türkiyə tarixi ilə bağlı məntiqi ardıcıllığı müəyyən edin. Türkiyə ərazisində ABŞ hərbi bazasının yaradılmasına icazə verilməsi. 52. Demokratlar Partiyasının seçkidə qalib gəlməsi. 50. NATO daxil olma əlik. Əvvəlcə amma NATOya daxil olmuş. Deməli, ardıcı beləcək. İndi 2. Sonra NATOya daxil olma 3. Sonra indi baxacaq. A-nın altına düşdü 2. B-nin altına düşdü 3. C-nin altına düşdü 1. SSR-yə aid ardıcılığı düzün. Totalitar rejimi yumşaldılması başlaması 53. Kolxozlara pasportun verilməsi 59. Talonun ləğvi 47. 3-cü konstitusiya 77. Deməli, 2, yox, 3, 1, 2, 4. 3, 1, 2, 4. 20-ci əsrin 90-cı illərində NATOya üzv olan dövlətlər müəyyən edin. Almaniya, bir də Türkiyə. Xəritədə yaxşı görsənmir, cavabları çıxarda baxa bilərik. Bu, buradan 5-ə oxşuyur, bu da buradan. Bu 1-ə oxşuyur. Təxmini 2 ilə 5-ə bənzəyir. Çünki bura 4-dür, burada 3-dür.